vətən mi vacibdir, yoxsa xalq? Təbii ki, xalq vacibdir. Vətən edən xalqdır. Vətənsiz xalq olur, xalqsız vətən olmur. Yəhudilər kimi, qaraçılar kimi bir çox xalqlar var, vətənsiz dünyanın hər yerində yaşayırlar. Onlar hər bir ölkə onlar üçün vətəndir. Amma xalqsız vətən olmur, dövlət olmur. Torpaq olur, amma o heç kimin vətəni olmur. Xalqın qanı bahasına qurulur dövlət. Birinci dövlət qurulur və dövlətin sərhədləri olur vətən. Onu xalq qurur, xalq yaşadır, xalq ucaldır, xalq böyüdür. Bunun üçün də xalq özü də stimullaşmalıdır. Xalq özü öz vətəninə o qədər bağlı olmalıdır ki, o lazım gələndə gözünü qırpmadan canından belə vətən uğrunda keçə bilsin. Bunun üçün də xalq artmalıdır. Xalq gələcəyinə nikbin baxmalıdır. Gələcəyindən əmin olmalıdır. Xalqın artımı olmalıdır. Bugünkü nəsil bilməlidir ki, onlar qocalanda onlara təmin edəcək qədər resursu olacaq xalqın. Və bu xalq özünü inkişaf etdirməlidir. Həm iqtisadi, həm siyasi, həm hərbi baxımdan irəliyə getməlidir. Həm elmi, həm mənəvi təkmilləşmə getməlidir. Əgər degradasiya gedirsə, əgər yeni nəsillər köhnə nəsillərdən daha ədəbsiz, daha əxlaqsız, daha səviyyəsiz, daha elmsiz olursa, bu xalqın artıq məhvinə gedən yoldur deməkdir. Bu böyük bir siqnaldır. Xalq birlik olub öz müqəddəratını daim özü həll etməlidir, özünü təmin etməlidir. Bunu edə bilməyən xalqlar qismən də yavaş-yavaş məhv olmağa məhkumdular. Yəni, indiki dövrdə, indiki zamanda, indiki qurtlar süfrəsində qurt olmaq lazımdır. Xalq qurt olsun gərək ki, dünya düzənində öz yerini qoruyub saxlaya bilsin. Xalq o qədər möhkəm bir-birinə sıx bağlanmalıdır ki, onun lideri özündən arxayın olsun. Dünya səviyyəsində bir söz deyəndə, bir əməl edəndə, hərəkət edəndə bilsin ki, daim xalq onun arxasında sıx birləşib və onun bütün qərarlarını xalqın xeyrinə olduğunu fikirləşərək daim onu dəstəkləyəcək. Yaşasın Azərbaycan xalqı, yaşasın Azərbaycan dövləti, yaşasın bizim yenilməz ordumuz. Ümid edirəm ki, Tanrı bizə o günü göstərəcək ki, Azərbaycan həqiqətən 60-70 milyonluq böyük bir dövlət olacaq. Gələcəyə ümid